Almaniyada sürücülər həm yanacağın qiymət artımı, həm də yeni qanunla üzləşiblər. Belə ki, yanacaq doldurma məntəqələri qiymətləri gün ərzində sadəcə bir dəfə artıra biləcəklər. Daha ətraflı məlumatı Berlindən bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədova çatdıracaq. Günay, hər vaxtınız xeyir. Bu qərar bahalaşmanın qarşısını ala biləcəkmi, yoxsa süni qiymət artımına mı təkan verəcək? Bəli, bu sual hazırda Almaniyada hər kəsi düşündürür. Təəssüf ki, nəticələr göstərir ki, bu qərar bahalaşmanı durdurmaqdan ziyadə qiymətlərin bir anlıq kəskin sıçrayışına səbəb olub. Çünki yanacaq doldurma məntəqələri itirilmiş saatların kompensasiyasını elə o bir dəfəlik artımla çıxarmağa çalışırlar. Qiymətlər enerji asılılığı olan Avropada hazırda rekord həddə çatıb, xüsusilə strateji əhəmiyyətli Hörmüz boğazı qara qızılı dünya bazarında əlçatmaz bir sərvətə çevirir. Almaniyada yanacaq doldurma məntəqələrində sürücülər hər səhər qiymət tablolarına baxanda sözün əsl mənasında bir dəhşət yaşayırlar. Çünki bu həftə benzinin qiyməti 2022-ci ilin mayından bəri mütləq rekordu qırdı. Litr üçün 3 avroya yaxın. İnsanlar sadəcə maşınlarının çənlərini doldurmaq üçün 100 avrodan çox vəsait xərcləməli olurlar və bu da hələ son deyil. Məhz buna görə də Almaniya hökuməti aprelin 1-dən çox sərt və radikal bir addım attı. Yeni qanuna əsasən yanacaq doldurma məntəqələri qiymətləri gün ərzində istədiyi vaxt dəyişə bilməz. Artım yalnız gündə bir dəfə günorta saat 12-də mümkündür. Hökumət bu yolla süni qiymət spekulyasiyasının qarşısını almağa çalışır. Lakin maraqlısı budur ki, qanun qüvvəyə minən kimi, qeyd etdiyim kimi qiymətlər dərhal daha 7 sent sıçradı və bir çox ekspertlər bu tədbirə çox skeptik yanaşırlar və bunun heç nəyi dəyişməyəcəyini bildirirlər. Vəziyyət o həddə çatıb ki, Almaniyada yeni bir fenomen, yanacaq turizmi yaranıb. Minlərlə Alman sürücü çənlərini doldurmaq üçün sərhəddi keçərək qonşu Polşaya axışırlar. Orada hökumət vergiləri aşağı saldığı üçün yanacaq Almaniyadan təxminən 60 sent daha ucuzdur. İnsanlar sadəcə ucuz benzin üçün kilometrlərlə yol qət edirlər. Bu kütləvi axın artıq Polşa siyasətçilərini də ciddi narahat etməyə başlayıb. Onlar ölkədə yanacaq qıtlığının yaranmasından qorxurlar. Bənzər məhdudiyyətlər artıq Avstriyada tətbiq olunur. Slovakiyada isə daha sərt addım ataraq əcnəbilər üçün fərqli, daha baha qiymət müəyyən etməyə planlaşdırırlar. Avropa ölkələri öz daxili bazarlarını qorumaq üçün sanki bir-birlərinə qarşı sədd çəkirlər. Avstriya təcrübəsi Almaniyanı xilas edə biləcəkmi, yoxsa qiymət rekordları yenilənməyə davam eləyəcək? Bunu yaxın günlər göstərəcək. Söz yenidən studiyada.